Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüblər. Dördüncü 2019-cu ildə dünyaya gəldi. Saat 10:30 radələrində. Bilirəm ki, izləyirdik bu hadisəni. Belə altında sizin həyatınızda çox əlamətli hadisə baş vermişdir. Eyni zamanda ölkəmizin həyatında. Sizin kökəniz ölkəmizin 10 milyonuncu sakinidir. Sizi təbrik edirəm. Çox sağ olun. Sağlam böyüsün, sizi sevindirsin, xalqımızı sevindirsin. Bu tarixi hadisədir. Azərbaycan xalqını təbrik edirəm bu gözəl hadisə münasibəti ilə. Biz gözləmirdik ki, bizim körpəmiz 10 milyonuncu, Azərbaycan 10 milyonuncu sakini olar. Əhalimiz artır. Yadımdadır 9 milyonuncu sakini 2010-cu ildə dünyaya gəldi. 9 il ərzində əhalimiz 1 milyon artdı. Amma son 15 il ərzində 1,7 milyon əhalimiz artdı. Bu bizim gücümüzü artırır, ölkəmizin qüdrətini artırır. Eyni zamanda onu göstərir ki, ölkəmizdə sosial-iqtisadi inkişaf gedir. Çünki əhalinin artımı birbaşa sosial vəziyyətlə bağlıdır. Mənim xəbərim yox idi. Mənə mətbuat xəbərlərinə girib oxudum, gördüm ki, sağ olun, elə ilk öncə siz təbrik etmişsiniz. Bəli, bəli. Çox sağ olun, çox minnətdarıq. Çok göyçe yaşandı. Sizin birinci... Bəli, ilk övladımızdır, bəli. İlk. Bəli, ilk uşağımızdır. Maşallah, Allah sağ olsun. Elə ilk siz təbrik elədiyinizə görə elə adını da... Adı da sizin adınızı Sağ olun, qoyalım. çok sağ olun. Siz də xeyirdaşını verin. Çok sağ ol, verirəm. Çok sağ olun. Xoşbaxt olsun, Bu sağ olun. hadisəni bütün xalqımız bayram Bəli, edir. bütün ölkəmiz bayram edir. Bizə çox sevincliyik, çox sevinirik. Biz də sevinirik ki, şəhərimizin belə gözəl tibb ocaqlarının olmasına, Perinatal Mərkəzinin direktoru Sevinç xanıma, körpənin sağlam şəkildə dünyaya gəlməsinə Rübabə xanıma öz təşəkkürümüzü bildiririk. Sağ Bu olun. mərkəz çoxdan fəaliyyət göstərirdi. Hardasa 10 il bundan əvvəl əsaslı yenidən qurdu, təmir olundu. Və indi ölkəmizin aparıcı tibb mərkəzlərindən biridir və son illərdə ölkəmizin hər bir yerində doğum evləri, doğum şöbələri, xəstəxanalar tikilir. Götürmək olar mı? Bəli, Buyurun. Allah korusun. Çok sağ olun. Sağ olun. Anasıyla, babasıyla Çok sağ olun. Çok sağ olun. Çox sağ olun ki, gəldilər. Bu Həsənova Mehriban Rauf Həsənovun sertifikatıdır. Çox sağ olun. Ölkəmizin 10 milyonuncu sakinidir. Çox sağ Onu olun. sizə təqdim edirəm. Çox sağ olun. Gəlin. Bəli, bu həmin sertifikatın başqa variantıdır. Sizə dövlət tərəfindən mənzil hədiyyə olunur. Bu da mənzilin çıxarışıdır Çox sağ olun. və gözəl balanızın hesabına vəsaitdə köçürülür. Çox sağ olun. Allah razı olsun. İşlərdən istifadə edilir. Çox sağ olun. Allah razı olsun sizdən. Bu da hədiyyələrdir. Hediyeler.
Çox sağ olun, çox var olun. Minnətdarız sizə. Sağ olun. Sağ olun, Təbrik çox sağ edirəm də. Sağ olun. Sağ olun. olsun. Sağ olun. Sağ olun. Təbrik ederim. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Təbrik edirəm. Xoşbəxt olsun. Çox sağ olun.